yol boyu axan yanacaq, özü yoxuş istiqamətinə hərəkət edən maşınların hərəkətini çətinləşdirir. Qarşı tərəfdə hər hansı bir maddə daşıyan bir yük maşını var. Həmin yük maşını da fikir verirsinizsə, bu yoxuşdan qalxmaqda çətinlik çəkir. Eləcə də yoxuşdan enişə doğru gələn maşınların da hərəkətində çətinlik var. Hazırda yəni bu yoldan Xankəndidən Şuşa istiqamətinə qalxan nəqliyyat vasitələri təhlükə ilə üz-üzədir. Yəni burada böyük bir qəza riski var. Yolda kifayət qədər yolun hər iki istiqamətinə, həm gediş, həm də gəliş istiqamətinə yanacaq dağılıb və bu da buradakı vəziyyəti qəlizləşdirir. Fikir verirsinizsə, yük maşını qalxa bilmir. İndi dönüb qayıtmağa çalışır, amma yolda dönüb qayıtmaq üçün uyğun şərait də yoxdur. Baxaq görək, bu maşın burada bir qəza baş vermədən necə dönüb qayıda biləcək. Yuxarıdan tökülüb. Buradan. Çünki buradan aşıb ya. Bu dizeldir. Aşağıdan gelen yük maşınları var. Saxlaya bilmədim. Sen sürüşüb gedir axı. Gəl bəri. Bu bityum deyil abi, dizeldir. Bu dizeldir, bu bityum deyil, dizeldir deyəsən. Ona görə saxlasın, o yüzden keçir. Sən risk eləmədən, ora sürüşkəndir. O sol tərəflə bir tər keçməyə çalışır. Sən tərəfə gəl. Daha çox sərt döngələrə dağılıb. Fikir versinizsə, bax bu hissədə demək olar ki, yolun hər yerində həmin yanacağı görmək olur. Baxaq görək, ümumiyyətlə yanacaq nədir? Bax, bura dağılan bu maddə. Əslində dizelə oxşuyur, amma qoxusundan dizelə oxşuyur. Deyirlər bityumdan, amma əslində mövcud o vəziyyət, o baxanda görürsən ki, konkret dizeldir yəni. Dizeldir, dizeldir. Gedək.